Mən onkoloji xəstəyəm də. Mən sizi 2 aydır, yəni ki, tanış oldum da sizinlə. Mən yanvar ayında KT-dən keçmişdim, qan analizi də vermişdim. Yəni ki, mənfi idi də mənim, yəni cavablar. Yəni ki, mən sizi 2 aydır tanıyıram. Sizin dediklərinizi elədikdən sonra siz inanırsınız, mənim ağciyərimdə törəmə var idi. Bir də ki, düyünlər var idi. Burada qeyd olunub ki, yanvar ayındakında, yəni 6-5 millimetr ölçüdə düyünlər var idi. İndi keçmişəm 3 aydan sonra KT-dən keçmişəm, bu gün gəlmişəm Bakıdan. Siz inanırsınız, müsbət nəticə əldə olunub. Yəni ki, ağciyərdəki törəmə yoxa çıxıb, indi oxudum vərəqdə, yoxa çıxıb. Yəni bu düyünlərdə 6-5 millimetr olan düyünlər 2 millimetrə, biri 2, biri də ki 3 millimetrə düşüb də, yəni ki, irəliləyiş var. Allah sizdən razı olsun Məryəm xanım, Allah sizi qorusun, Allah sizə kömək olsun. Yəni ki, həqiqətən də sizin dediyiniz nə demişdinizsə elədim. Yəni ki, mənə çox xeyri oldu. Allah sizi qorusun. İnanırsınız, çox sevinə-sevinə gəlmişəm. İnanırsınız, Allah sizə kömək olsun. Bilmirəm sizə necə təşəkkür eləyim. Çox sağ olun yenə də. Hətta qan analizimi oradakilərə də göstərdim vərəqi. Baxdılar, dedilər ki, çox yaxşı baxmısan deyəsən özünə də. Qan analizlərim əla çıxdı hamısı. Allah yenə də sizdən razı olsun. Allah kömək olsun sizə. Rəbbim qorusun sizi. Hanım, bu az müddətdə belə bir nəticə əldə eləmək bir möcüzədir. Yəni ki, heç nə bilim, bir möcüzədir də. Yəni siz bir mələksiniz həqiqətən də. Yəni mən sizə bilmirəm ki, necə təşəkkürlüyüm, necə deyim ki, yəni yenə də çox minnətdaram sizə. Allah sizdən razı olsun.